İnsanlarımızın bugün bir mənalı şəkildə ən çox narahat edən və əziyyət çəkdiyi xəstəliklərdən biri qəbizlikdir. Qəbizlik böyük bir problemdir və boş yerə deməyiblər ki, qəbizlikdə hər keçən gün xərçəngə doğru səni bir addım yaxınlaşdırır. Təbii ki, bugünkü gün hələ meyvə bol, tərəvəz bol. İnsanlar çox təəssüf olsun ki, gör neçə kilo alma, 3 kilo, 4 kilo alma manat yarım. Yəni, niyə qəbul eləmirsən? Bunu yeginə, şirəsini içginə, həm vitamindir, həm kollagendir, həzmi yaxşılaşdıracaq, vitamin C-dir, dərini gözəlləşdirəcək. İnsanlar meyvə yemirlər. Üzümün ən gözəl vaxtıdır. Təbii ki, şəkər xəstələrinə üzüm olmaz bir mənalı şəkildə. Ancaq başqa hər bir adam qəbul edə bilər üzüm. Bu dəqiqə ən yaxşı sevilən, qəbul edilən üzümdür. Bütün meyvələr var, armud da var. Armud qəbizliyi olan adamlar olmaz. Armud ishal olan adamlar qəbul edə bilərlər. İndi soruşur ki, bəs şəkər xəstələri, şəkər xəstələrində yalnız turş, gülövşənar olar, bir də greyfurt meyvəsi, yəni şəkər xəstələri ondan kifayət qədər istifadə edə bilərlər. Bəs qəbizlikdə nə olur? Qəbizlikdə köp əmələ gəlir, diafraqmanı sıxır, diafraqma sıxır, yuxarı qalxdığı üçün ürək döyüntüləri artır, narahatçılıq yaranır və qəbizlərdən qaldırmaq üçün eləmək lazımdır. Bol miqdarda su içmək lazımdır və sudan başqa da mütləq meyvə tərəvəzi bol eləmək lazımdır. Hər səhər məsləhət görülür ki, çaytikəni yağı içəsiniz bir qaşıq, çox olsa bir çay qaşığı, az olsa bir xörək qaşığı, yəni orqanizmə görə müəyyənləşdirirsiniz. Təbii ondan başqa da kətan toxumu, çiya toxumu qəbul edirsiniz. Kurkumin də çox gözəl effekt verir və eyni zamanda yer kökü, birini səhər, birini günorta, birini axşam yeyin. Alma, birini səhər, birini günorta, axşam yeyin. Ondan sonra bu saat ərik qurusu, 2 dənə səhər, 2-sini günorta, axşam yeyin. Gavalı qurusunu atın 5 ədəd bir stəkənə, üstünə qaynar su tökün, ağzını örtün, səhərə qədər dəmlənsin. Səhər cavalısını yiyin, suyunu için. O da qəbzliyə kömək eləyəcək.